الحمد لله الذي شرف الأزمنة بما شاء وفضل بعد الليالي على بعض وجعل في رمضان نفحات ورحمات، والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli müsəlmanlar, əziz, hörmətli qardaşlar, ilk növbədə Allah Taala'dan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin əvvəlkilərə, sonunculara etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, Rəbbimiz biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və təqva ayındayıq, necə bilirsiniz. Lakin əvvəlində yox, sonundayıq. Və vidalaşdığımız bu ay, bu qonaq heç də adi ay deyil. Adi qonaq deyil. Çünki bu ay bir meydan idi. Qəlblərdə olan həqiqəti ortaya çıxaran, insana nəfsini tanıttıran, öyrədən ki, bu ay onun üçün Rəbbinə ibadət ayı idi, yoxsa şəhvətlərinə, nəfsinin istəyinə qapıldığı bu ay. Bu ay öyrətdi ki, Allah üçün əgər gözünü qoruya bildinsə bu 30 gündə, dilini qoruya bildinsə, qarnını qoruya bildinsə, öyrətini qoruya bildinsə, demək, bəhanə yoxdur sənin üçün. İlin digər aylarında asiliklərə qatlanmağa, qapanmağa, itayətdən qaçmağa və bu ay qurtarmaqla elə bilmə, ibadət qurtarır, yox. Bu ay bitməklə imtihan başlayır əksinə. O imtihan ki, ondan əvvəl də var idi və ondan sonra da olacaq. Ona görə Ramazan gəlişi və gedişi sələflərin həyatında baxsaq nəyi dəyişib və nəyi qarşılayırdılar, nəyi yola salırdılar. Görərik ki, Ramazan onlar üçün sadəcə etdikləri əməlləri artırmaqdan başqa bir şey deyildi. Çünki o oruc, hansı ki bu ayda tuturuq, israrla, əzmlə, savabını umaraq, iman edərək savabına, onlar o orucu digər aylarda da tuturdular. O ibadət hansı ki, gördüyünüz kimi yanaşırıq ona, şiddətlə, hərisliklə, o ibadəti onlar o bir aylarda da edirdilər. Gecə ibadətləri, onlar üçün Ramazanın gəlişi ilə yenilik deyildi. Onlar bu ayın gəlişində yeni, təzə edəcəyi bir şey yox idi onlar üçün. Nə edirdilər bu aya gələndə? Artırırdılar sadəcə etdiklərini. Artırırdılar, çox edirdilər. Ona görə Ramazan, hansı ki Allah Teala ildə bir dəfə edib, öz rəhmətindən il boyu eləməyib, gecə gündüz dalbadal eləməyib, bir ay eləyib, bir ayın içində gündüz vaxtını eləyib. O əslində Allah Teala'dan bir rəhmətdir bizə. Ona görə sələflər deyərlər ki, Allah Teala Ramazanı verib ki, bəndələrini bağışlasın. Sadəcə buna görə.
verib ki, təqvan çoxalsın. Allahdan daha çox qorxasan. Daha çox bağışlanma diləyəsən ki, bağışlasın səni. İstəyəsən ki, o versin. Ona görə fikir ver. Peyğəmbər sallallahu aleyhi və səlləm baxmayaraq o biri aylarda da oruc var, o biri aylarda da ibadət var. Bu ibadətlərdən bəzilərini Ramazanla xüsusi olaraq vurğulayıb. Niyə? Deyəndə ki, kim Ramazanı imanla, savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Və ya kim Ramazanı imanla, savabını Allahdan umaraq ibadətdə keçirirərsə, onun keçmiş günahları bağışlanar. Niyə xüsusiləşdirib məhz bu ayla? Çünki bu ay rəhmət ayıdır. Allahın bağışlanma ayıdır. Necə ki, gəlib sabit, səhih hədisdə deyir ki, sallallahu aleyhi və səlləm, ömrünüz boyu xeyr edin. Yəni, Allaha öz nəfsinizdən ömrünüz boyu xeyr göstərin. Xeyr əmər edərək. Sonra deyir ki, çünki Allah Taala'nın bəndələri üçün əstirdiyi rəhmət mehi var. Rəhmət küləyi var. Bəzi vaxtlarda Allah Taala əsdirir o mehi. Və sonra deyir ki, bəndələrindən istədiyinə o mehi toxundurmaq üçün. Nə üçün? Onları bağışlamaq üçün. Ona görə deməsi ki, keçmiş günahları bağışlanar. Nə deməkdir bu? Alimlər deyirlər ki, o deməkdir ki, ondan sonra kim istəyirsə ölməyi qoy ölsün. Çünki Allah Taala'nın huzuruna çıxanda günahları bağışlanmış, təmiz çıxacaq. Əgər müvəffəq olubsa bu aya, bağışlanıbsa, çünki hər iftar vaxtı Allah Taala'nın azad etdiyi qulları var. Lakin məhrum kimdir? Bu ay girdi, çıxdı, o bağışlanmadı. Qalxır Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə, deyir, əmin, əmin, əmin. Səhabələrə qəribə gəlir. Ona görə əzəmətli hədisdir bu. Baxırlar ki, əmin deyir, Allah'ım cavab ver, təkrarlayır, lakin dua edən yoxdur. Dua edəni görmürlər, ona görə soruşurlar. Deyirlər, ya Rasulallah, nəyə əmin dedin? Dedi ki, Cəbrail gəldi, dedi ki, burnu üstündə sürünsün. Və bəzi rəvayətlərdə gəlib ki, Allah Taala uzaqlaşdırsın o kəsi cəhənnəmdə ki, valideynləri onun yanında qocaldı, onu cənnətə daxil etmədi. Və dedi ki, de əmin, dedim əmin. Sonra dedi ki, burnu üstündə sürünsün. O kəs ki, sənin adın zikr olundu, sənə salavat deyilmədi. Və ya demədi, de əmin, dedim əmin. Və sonra deyir ki, burnu üstündə sürünsün. O kəs ki, Ramazan ayı girdi, çıxdı, o bağışlanmadı. De əmin, dedim əmin. Alimlər deyirlər ki, Ramazan ayı, bu hədisin mənasından o başa düşülür ki, Ramazan ayının daxil olması, insan daxil olubsa ona, bu hədis dəlil ki, o bağışlanmalıdır. Giribsə Ramazana bağışlanmalıdır. Başqa cür ola bilməz. Əgər bağışlanmayıbsa, onda özünü, nəfsini danlasın, özünü qınasın, burnu üstündə sürünsün, yəni burnu yerə dəysin, yəni xəsarətə uğrasın, rəzilliyə uğrasın, cəhənnəmdə Allah Taala uzaqlaşdırsın. De əmin, dedim əmin. Lakin bu ay, necə dedik, artıq üst çevirib gedir. Lakin davam etməkdədir. Hələ də xeyr var onda. Xüsusən də bir gecə və elə belə gecə yox, əzəmətli bir gecə. Allah Taala o gecəni 1000 aydan xeyirli adlandırıb. Qədir gecəsi. Xeyirlidir 1000 aydan, hansı ki onda Qədir gecəsi yoxdur. Kim ona müvəffəq olsa əzəmətli bir xeyrə müvəffəq olur. Bəs edir ki, 1000 ay, 83 il, 3 ay və daha artıq eləyir. İnsan müsəlman ömründən daha çox. Çünki müsəlmanın ömrü 60-70 il arası da az insan. Onu keçir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onu axtarın.
axtarın. Yəni, axtarmağa səbəb nədir? İbadətdə keçirəsən deyə, faydalanasan deyə. Və ola bilər əvvəlində nəsə naqisliyə yol vermişik, nəyisə az etmişik, düz etməmişik. Lakin o bir gün səbəbdir nicata, səbəbdir xilasa. Və o gün qəflətlə, tənbəlliklə əldə edilmir. Əksinə zikirlə, duanla, Allahın kitabını oxumaqla, Allahın qarşısında zəlil olmaqla əldə edilir. Ona görə müvəffəq olsaz, o gecəyə istəyin. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib istəməyi. Ayşə radiyallahu anhə soruşanda ki, ya Rasulallah, görsən o gecəyə müvəffəq olsam, Qədir gecəsinə nə deyim onda? Belə bilmə, Ayşə radiyallahu anhə cahil idi duadan. Və bilmirdi necə dua etmək lazımdır. Və nə istəmək lazımdır. Lakin istəyirdi ki, əfsəl olanı desin. Möminlərin içərisində Allahı, elçisini ən yaxşı tanıyan qadın idi. Ən fəqih idi. Ən çox hədis rəvayət edən. Siddiqin qızı, özü də sadiq. Deyir ki, nə deyim? Əfsəl olanı istəyir. Ki, onu ilə yalvarsın. Rəbbinə, onu ilə diləsin. Deyir ki, quli, de, Allahumma innəkə əfuvun. Allahım, sən bağışlayansan. Tuhibbul əfvə. Bağışlamağı sevirsən, fə'fu anni. Məni bağışla. Bu dua, bu gecənin duasıdır. Qədir gecələrinin duasıdır, Qədir gecəsini axtaranların duasıdır. Ona görə bu duanı çoxaldın. Artırın, istəyin Rəbbinizdən, ixlasla, səmimi qəlbdən. Ola bilər bu gecə, bir gecə müvəffəq olasan ona. Baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləmlə o gecənin hansı gecə olduğu tam dəqiq gəlməyib, gizlədilib ki, arxayınlaşan arxayınlaşmasın. Tənbəl o gecəyə arxayınlıq edib, o bir gecələrdə tənbəllik etməsin. Lakin öyrədilib ki, o tək günlərdədir. Və hər bir tək gün üçün xüsusi hədis gəlib, dəalət edir o gecəyə. Və gəlib 27-ci gecə üçün xüsusi olaraq səhabələrdən bəziləri and içib bu gecə üçün. O gecənin Qədir gecəsi olmağına, ona görə istifadə edin gecənizdən. Allah Teala'dan diləyirəm ki, Allah Teala bizi bu gecədə və o gecəyə müvəffəq olan bəndələrindən etsin. O gecəyə çatıb Allah'a zikr edib, şükür edib, ona gözəl ibadət edənlərdən etsin. Bizi qəbul olunan və azad etdiyi qullarından etsin. أقول ما تسمعون وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم